Nətərsən, nə var, nə yox, brat? O əlindəki nədir elə sənin? Sağ ol, yaxşıyam. Bunu deyirsən? Bu canamazdır. Oradan? Allah qəbul etsin. Heç mən bilmirdim. Ha, mən çoxdan namaz qılam. Uje neçə ildir. Sənə də tövsiyə edirəm, qaş, namaz qılmaq lazımdır. Düz yola gəlmək lazımdır. Deyə, məsələn, mən namaz qılıram, heç bir aşıbqa səhv buraxmıram da. Necə lazımdır, nətər lazımdır, elə də yaşayıram, elə də davranıram, elə də hərəkət edirəm. Namaz qılmaq çox yaxşı şeydir, ibadət eləmək lazımdır. Allaha bağlı olmaq lazımdır, ha. Namaz qıldınsa bütün pis şeylərdən uzaq olasan gərək. Deyim mənim kimi, mən necə ki namaz qılıram, hər şeydən uzaqam. Ha, Allahın buyurduğu kimi yaşayıram. Ha, mənə bax, məndən ibrət götür. Sən də nümunə götür, mən də vasitəsi olum, mən də suab qazanam. Namaz qılam, 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 namaz qılam. Namaz qılam, namaz qılam, namaz qılam. Gözümə nə soxursan, nə namaz qıldığı? Sən hansı halallıqdan, hansı düzgünlükdən danışırsan? Sən 2 il bundan qabaq 100 manat pul vermişdim. O 100 manatdan 1 manat da olsun mənə qaytarmamısan 2 il ərzində. Halallıqdan, düzgünlükdən danışırsan, ibadətdən danışırsan. Bax, sənin kimi fırıldaqçılara görədir ki, İslam dini də gözdən düşür. Əsl namaz qılan, ibadət eləyən, Allaha bağlı olan mömin insanlara da maşennik gözü ilə baxırlar. Bax, o elə sənin kimi fırıldaqçılara görədir.